Herkese salam, kanalımıza hoş gelmişsiniz bacılar. Ne inirsiniz? Halınız, əhvalınız inşallah yaxşısınız. Bizdə də çox şükür yaxşılıqdır. Dünən necə qoymuşsunuz, elə o cürdə qarşılamış oldunuz. Bugün ayın 12'si, yox 11'i. Günlərdən həftənin ikinci günüdür. İndi gedirəm mağazaya bir balaca toyuq ət alacağım. Ondan gəlib abid hazırlayacağım. Yani bir sözlə günümüzə başladıq. Günümüzə bayaqdan başlamışıq. Videomuza başladıq. İnşallah bir videoyu tamamlaya bilərəm. Bu aralar göz dəyməsin. Bacınız hər gün sizlərə video paylaşır. Nəsə də enerjidən bolam. Bu aralar enerjim üstündədir. Qəşəng gündür. İnanın qızlar. Əsl gəzməli havadayım. Şu an yaz havasıdır. Hələ noyabrın axırına qədər baxıram, görürəm ki, internetdə nə yağış, nə qar görsənir. Xoş keçəcək havalar belə bu cür. Görək axırımız hara çıxır. Gedək bacılar, biz evdə görüşərik. Bu baton deyil balam. Bu çorni kərpiçdir. Buna 180 veribsənsə, sən də 160 aparmışdan. Sənə 20 qəpik borcun olmalıdır. Sən niyə 40 qəpik deyirsən, bəs? Bunu yer dəyişdir, bunu yiyəndə ölü papam. Yeməyimi astım, bacılar. Artıq bişdi də. Gəldim tez-tez. Etdim ki, abid gecikməsin. Tam vaxtında bişirdim bugün. İndi kartoşkasına da baxıb görək nədir, nədir ölü. Sulu etdim. Dedim, bugün də belə sulu edək. Göyünü göyərtisində doğrayacağım. Uşaqları çörəyə göndərmişdim. 160 tengi vermişdim. Get kərpiç çörək al. O da ki gedib qara çörək alıbdı. Bizim də işçimiz vardı ya, o qara çörəyi də yemir işçi. Ona görə demişəm. Bu qara çörəkdə 180 tengi idi. 180 tengidən 160 çıxdı. Mənim oğlum hesabladı. 140 qəpik dedi, borcum var. 40 yox. 40 deyildi. Borc 20 tengi olmalıydı. Məsələn ki, hələ 150 də verim, adrok yetməz ama. Niyə? Dabavka eləmə, pamiyyət elə yer çörəyi dəyişdir. Ya sən baxırsan, 200'dür mü? Nəyə? Şeydir mi? 160 tengidir. Mən dünən almışım o çörəkdən. Papagilə aldım o çörəkdən dünən. Ne oldu? Zamokla ilə. Zamokla sinən çöldə qalıbdı. Soyuqdur, çölə çıxmayla. Getirəm bunları doğrayım. Geridə qalan yaxşıdır. Yolda gələndə bacılar bir balaca alış-veriş etdim. Pomidor aldım. Belə rozi pomidordur, Taşkendindir. Qoxusuna baxanda görürsən ki, bir damcı da olsa ondan pomidor qoxusu var. Amma bahadır. 1450 tengidir. Nə qədər baha da olsa alırıq, yeyirik. Hər qiymətə pomidorlar var burada. 650'yə, 950'yə, 1000 tengiyə var. Amma onların nə dadı var, nə tamı. Yiyəndə elə bilirsən ki, ağac gedi yirsən. Bu yeməyi bacılar kənd çolpasından yetsəydim daha ləzzətli olardı. Daha qəşəng, dadlı, tamlı olardı. Bizim buralarda inansızmı kənd çolpası qızıl qiymətini olubdu. Elə baha satırlar. Hələ hinduşkanın kilosunu 5000'ə satırlar. 5000 də yox, 5-6 minə satırlar. Mal ətinin qiyməti də 3550 tengidirmi, 3650 tengidirmi? Baxın belə. Görün, mal ətindən dönə-dönə baha satırlar. Elə bir 2 qatına satırlar. Satanları da qınamıram, inansızmı? Çox əziyyətdən gətirirlər, tükünü yonurlar, çıxıb çöldə satırlar. Ona görə də ki, satanları da qınamıram. Hər kəs öz pulunu, qazancını qazanmaya çalışır. Mənim burada həyat bağçalı evim olaydı. Görün nə qədər hinduşkaya cücə saxlayırdım. Çox xoşuma gəlir. Belə çiftlik mi deyim? Həyat bacamda hər şeyin olmağını çox istəyərəm. Gül çiçəkdir, paryatqadır, düzəndir, toyuğun cücən olsun, qəşəng hinin olsun da onu saxlamaqdan ötəri. Hər şeyi mən evdən edərdim də. İndi nə edək, gəlmişik, sığınmışıq qürbət ilə.
Yəni bu qürbət eldə də saxlayıb bacınız heç elə tənbəl iş edərmi? Elə bir ki, 7 il bundan qabaq bacılar. Mən Almatanın kənd yerində qalırdım. Orada da həyat bacamız yekə idi. Getdim balaca cücələr aldım. Mən toyuğun cücələrini aldım, onu saxladım. Onu da nə üçün saxladım bilirsinizmi? Çörəyi alırdıq, birdən artan çörəklər olurdu, quruyurdu. Onu nə edim, nəyə edim ki, israf olmasın deyə cücələr aldım, getdim. Yoldaşım deyir, burada da oturub toyuq cücə baxırsan. Deyirəm, israf olmasın da çörəkdən ötəri. Bax, mənə mamam da deyirdi ki, o çörək duzlu olur, drojlu olur, cücələr ölər, böyüməz. İnandığımız Allaha and olsun. Elə bir toyuq cücə böyütmüşdüm. Birini kəsəndə 3 dəfə qəşəng supunu bişirə bilirdim. Birinin kilosu 3 kilo gəldi. Maraq üçün çəkdim. Elə bir ki, havalar soyanda kəsməyə başladım da ölməsinlər deyə. Amma mən onu aprel ayından almışdım. Böyütdüm, çörəklər yedirdə, sadəcə çörək verdim. Islatdım suyunu, sıxdım, elə verirdim. Biri 3 kilo gəlirdi, biri 2 kilo 800 qram gəlirdi. İndi elə evim olsaydı, özüm burada saxlayardım. Toyuq cücə. Belə bacılar, gətirim süfrəmizi açım, abedimizi edək. Uşaqlar da gələcək indi. Yoldaşıma yemək yaparmağa getmişdilər. Yəni işçimiz də var deyə, gərək vaxtında yeməyimiz hazır ola, oraya göndərmiş olan. Belə günümüzün axarı davamı görək nə olacaq. Güllərimi götürdüm, təmizliyə başladım, hər gün etdiyimiz iş. Mənə belə bir sual verirdilər izləyicilər, pləkəni nə ilə yuyursan? Vallah bacılar, nə yalan deyim, suyun içinə bir balaca qav şampunu vururdum, bir kırışqa, bilizna, yəni xlor. O suyla birinci qəşəng pləkəni sürtürdüm, triyapkamızı yuyub. Aradan bir 5 dəqiqə keçəndən sonra duru suyla da təkrar olaraq yenə sürtürəm. Mikroblar varsa da ölsün deyə bilizna vururam. Belə bununla yuyuram. İndi yəqin ki, pləkən ağac pləkəndir deyə belə bir sual veriblər. Mən gələndən rəngi ağarıbmı? Yox. 7 aydır bu evdə yaşayıram. Elə nə təri var, elə də durur pləkənimiz. Elə bu cür silirəm. Artıq onun içinə, yəni suyun içinə heç nə qatıb qarışdırmıram. Elə qav şampunu bilizna. Üstündən də duruluyuram. Belə güllərimi götürdüm. Hamam otağında da qəşəng dedim, yarpaqlarını yuyum, təmizləyim, həm də sulansınlar. Bunu götürmədim. Bunun torpağını dəyişəsiyəm deyə, elə dəyişim deyib dururam, amma dəyişib axıra çıxa bilməmişəm. Dəyişəsiyəm deyə sulamadım ki, kökləri ıslanmasın. Bir də baxın o gülüm. Qabını da dəyişəcəm, torpağını da. Ona görə o da orada qalıbdı. Belə gedək. Təmizləyək, uşaqlar evdə yoxkən, hava xoşdur deyə çıxıblar çölə. Gedək, biraz gəzək, hərrənək dedilər. Məndəki iş başında. Uşaqlar evdə olmayanda elə yaxşı olur ki, təmizlik etmək.
Buralar belə oldu tərtəmiz. Hər dəfə gülün yarpağı belə bu tərəfə işığa sarı əyilir deyə mən də quruq vurdururam. Həm də pilləkənlə çıxıb düşdükcə meşəkli yetməsin. Uşaqlar belə baxın, bu cür yarpaqlarını cırıb xarab eləyirlər. Barımız çiriklidir bacılar. Nə qədər silsəm də getmir. Bu emisiya yaxşı emisiya deyil. Sildikcə emisiya çıxır triyapkaya. Yoldaşım da deyir, daha elə sürtə-sürtə durmayın. Əgər bu il yazatan burada qalası olsaq, yaz dedi, yüyülən emisiya ilə emisiyalarıq. Yəni ev bizim olmasa da, biz kirədə yaşasaq da, köçdüyümüz bütün evə emisiya ehtiyac varsa da emisiya etmişik bacılar. Daha deməmişik, bu kirədir, biz kirədə qalırıq, baxımsız qalsın ev, yox. Evin də sahibi var, neydi? Biz də evin bir sahibi kimik. Özümüzə aid deyil, amma yaşayanlar bizik. Ona görə gərək ki, təmiz tutaq. İndi belədir. Bir həftə bundan qabağa sildim. Gənə uşaqlar orada oturur. Söykənir deyə belə çirklənibdir. Hissdimi, bilmirəm nədir, ataplenalar yanandan belə olubdur. İnşallah emisiyalayarıq. Bir də əllərini vururlar da, belə çıxdıqca baxın buralara da əllərinlə belə tuta-tuta çıxırlar. Ona görə bu dərdə düşür. Bugün görüm, sürtə biləcəmmi quruyub mən. Amma o pəncərənin o hissəsinə baxan, elə bir ki, təzəvvürlük deyilmi? Heç fikir verməmişdim. Bir dəsmal çəkim görüm. Yüngül-yüngül dəsmal çəkərəm. Bəlkə də düzələ biraz. Bayaq mamagildən danışırdım. Nəsibiyə dedim ki, orada boş durma. Videolar çək atı ilə mənə, mən də izləyicilərimlə paylaşım. Düzü dedi, vaxt tapsam çəkəcəm. İşi çoxdur. Evinin təmiri var. Nə bilim, həyat bağça təmizliyi var. Onu təmizləyəcəm dedi. Yəni imkan olsa çəkib ataram. Görək, atsa mən də sizlərlə paylaşacağım bacılar. Mənim özüm olsaydım, görün sizlər üçün nə gözəl videolar çəkərdim oradan. Maraqlı-maraqlı. Düzü 2 il bundan qabağa getmişdim. Onda çəkindim çəkməyə. Biraz çəkinə-çəkinə çəkilişlər edirdim. Gördüm, yox, oradayların hamısı məndən çox həvəslidir də çəkməyə. Elə də ürəkli çəkə bilmədim. Amma indi qəşəng videolar çəkib ortaya çıxardaram sizlər üçün. Görək, Allah qoysa. Yayda bizim də fikrimiz var getməyə. Allah imkan versin. Allah qoysa. Nə bilim, görək. Gedəcəyik, getməyəcəyik, bir Allah bilər, baxarıq. Amma mən də belə istəyərəm gedib indi böyüklərimi ziyarət etməyə. Bacılar yazır ki, nə? Allah sənə də yol açıq etsin, sən də gedəsən. Amin. Allah cümləmizə yolumuzu açıq etsin. Allah bol-bol imkan versin, biz də bu yolu gedək, rahat gələ bilək. İndi bilirik ki, yol elə ucuz yol deyil. Gərək yaxşı pulun ola ki, gedəsən, gələsən. İnşallah o gün bizə də dolar. Belə bacılar, artıq boşluqdur, biraz uzanmaq istəyirəm, gedim uzanım. Ondan sonra görüşərik. Düzü hər dəfə deyirəm sizə, bu dünya qalıcı dünya deyil. Özümüzə vaxt ayırmaq lazımdır, özümüzü öldürəsi deyilik, iş güc qutaran şey deyil. Mən tezdəndən dururam, demirəm, tezdən 7-də qalxıram, 6-da qalxıram. Uşaqları məktəbə yola salıram. Ondan sonra da ki, qurtalanıram belə xırda-xırda. Nə işim var, onları görürəm. Belə gün ortalar da uzanıram, dincəliram. Bəzən yuxumu alıram. Səhərdən fikirləşirəm bacılar. Salat etmək istəyirdim. Axırı ki, tapdım hansı salat edəcəm. Gürcü mətbəxinə aid olan bir salatdır. Çuğundur salatıdır. Onu biz Gürcüstanda olan vaxtı çox hazırlayırdıq. Həqiqətən çox ləzzətli salatdır. Alça turşusundan olur. Çuğundurdur, alça turşusudur, soğandır, qarabibərdir, bir də şüyüddür. Əgər turşu çox turşdursa da bir balaca da pesok vurursan, dozunu vurursan, əla salat olur. Ondan əvvəl
İstədim ki, toyuğun sinə ətindən olan bir salat var. Onu da restoranda orada işləyən xala hazırlayırdı. O da çox ləzzətli salatdır. Ona vururdu toyuğun sinə əti, mal əti, varyonlu da pişmiş toyuğun sinə əti, mal əti idi, lobiya idi, qarğadalı idi, mayonez, süd, ondan nə var idi? Bir iki şey yenə var idi. Elə gözəl daddı. Yedikcə adam belə yedirdən salat idi. Ondan etmək istəyirdim. Təzədən fikrimi dəyişdirdim ki, ən yaxşısıdır çuğundur salat edim. Axşam olmamış gedim çuğunduru da alım. Alanda çuğunduru belə xırda-xırda olandan alıram ki, tez bişsin. Artıq olsun, amma tez bişsin. Belə işimiz azaldı demək olar. Burada semişqa tökdülər uşaqlar. Deyilənə görə semişqa olmaz yemək. Bizimkilər yenə alıb yeyirlər. Deməli bacılar, 20 dəqiqəyə yaxın olar. Belə bu cür qaynayır vamxodda. Biraz suyu azalıbdır. Su artıracağım. Amma qaynamış su yoxdur. Gərək ki çaydanı qoyam. Qaynasın. Ondan sonra artıram. Bu su var, çuğunduru qaynatdığımız su. Bunu atmayacağıq. Bu sudan 1 stəkan götürüb 1 litr su ilə seyrəltəcəyik. Ondan sonra gül sevirsinizsə də güllərimizin dibinə dökəcəyik. İnanın ki, elə gözəl, süper, əla doğal gübrə olur. Baxın, belə şeylərlə bəsləyirəm mən. Yumurtanı qaynadıram, suyunu tökmürəm, güllərimə verirəm. Sotma kartoşka bişirirəm, ya kökdür, belə çuğundurdur, bunların suyunu verirəm. Amma təkcə bu çuğundurun hamısını vermirik. Gərək ki, su ilə seyrəldə yelə verək. Belə şeylərlə sulayıram, güllərim olur, gözəl. Doğradım, hazır etdim bacılar. Yayda özüm hazırladığım turşudur. Həm acılıdır, həm də ki duzu, hər şey yeri yerindədir. Ona görə duz vuran deyiləm. Nə də biber vuran deyiləm. Salatımızın son görüntüsü bacılar. Belə bu cür alınır. Turşusu, hər şey yeri yerindədir. Səhərdən reklam edirəm. Belə bu cür göstərmək yadımdan çıxıbdı. Bu arada bütün qabın içindən bir etdim. Qalsın belə.